Mənə ən çox verilən sualların biri ki, niyə Ukraynada yaşayırsan? Ukraynada müharibə gedir. Qayıt gəl vətənə, qayıt gəl Azərbaycana. Müharibə təzə başlayanda mən uşaqlarımı götürüb getmişdim Azərbaycana. Gedib gəlməyim 55 gün çəkdi. 55 gün. 5 gün yola getdi, 50 gündə Azərbaycanda qaldım. O 50 gün mən Azərbaycanda elə bildim ki, 50 il türmə yaşadım. Balalarımı da, yoldaşımı da götürdüm. Yenə qayıtdım bu raketin, nə bilim, bombanın, dronun altına. Tək mən yox. Mənim kimi minlərlə ailələr, Avropaya gedənlərdən də çoxsu qayıtdı, çıxdı, gəldi. Nə bilim, Azərbaycana gedənlər vapşe başını götürdü, qaçdı. Niyə? Çünki Azərbaycanda yaşayış yoxdur. Azərbaycanda insanlar yaşaya bilmir. Azərbaycanda insanlar sadəcə olaraq sürünür.